Mətanət Əsədova od püskürdü. Sağ göstərib sol vururam mən. O danışdıqca daha da coşdu. Ay yox, mənə olmaz dəymək. Onunla oyun oynamaq istəyən kimdir? Oyun oynamaq istəyirlər. O kimləri yerə vurdu? Onlar ancaq yıxılıb yerə dəyə bilərlər. Mətanət kimin ölməsini istədi? Qarşımdakını öldürüm də. Müğənni Mətanət Əsədova yenə də şəxsi inciliklərindən danışdı. Kamera qarşısında emosiyalarına hakim ola bilməyən sənətçi həmkarlarını tənqid atəşinə tutaraq onları yıxıb sürüdü. Onun çıxışında adları çəkilməsə də ünvanlı eyhamlar, ittiham dolu cümlələr diqqətdən yayınmadı. İçimdə saxlayıb özümə zərər verincə elə qarşımdakını öldürüm də. Hə, qoy ölsün. Mən hansısa bir lazımsızsa görə niyə özümə ziyan vururam ki? Gedim iynə dərman qəbul eləyim, həkimə gedim. Deyirəm düzünü deyirəm, qoy ölsün. Ümumiyyətlə düzün deyib sözlə öldürdükləriniz çoxdur yoxsa azdır? Hər öz payını götürür də, nə bilim. Sayı çox, hesabı yox. Oyun oynamaq istəyirlər, amma onlar ən güclü oyunçu bilmirlər, onların qarşısındadır. Sağ göstərib sol vururam mən, xəbərləri yoxdur. Mən dinmirəm, birdən dinmirəm də. O da pis olur. Ay yox, mənə olmaz dəymək. Onlara elə gəlir, dəyir. Onlar ancaq yıxılıb yerə dəyə bilərlər. Mənim umurumda deyil. Umurumda deyil yaşamaq, ölmək.